hakimiyyət sistem olaraq vətəndaşının cibinə girə bilərsən. Sən onu təhsilindən məhrum eləyə bilərsən. Sən onun əlindən azadlıqlarını belə ala bilərsən. Amma sağlamlıq hər şeydən önəmlidir. Son günlər sosial şəbəkələrdə Azərbaycan xəstəxanalarının şikayətləri əks etdirən görüntülər artır. Kimisi yaralı yaxınına cərrah tapa bilməməkdən, burada qırılır, avtoqəza, biri üçləsələndə qolunu kəsib. Heç bir cərrah yox. kimisi ölü doğulduğu iddia edilən övladının zirzəmidə gizlədilməsindən, kimisi də tibb işçisinin vətəndaşlarla kobud davranışından gileylənir. Həkimdilər, nədirlər? Xalam orada su istəyib deyib, su istəyirəm, qayıdıb mesestralar deyibdi ki, neyinirsən suyu, onsuz da öləcəksən. Elə ötən ilin sentyabr ayında həkim səhlənkarlığı ucbatından anasını itirdiyini deyən jurnalist Lamiyə Adil qızı da indiyə qədər ədalətin onun anası üçün bərqərar olmadığını düşünür. O deyir ki, həkim Tural Rəhimlinin uğurlu hesab etdiyi beyin əməliyyatından saatlar sonra anasının beyninə qan sızıb. Yəni mən o snimkaları, MRT və KT görüntülərini xaricdə də, Almaniyada da göstərmişəm mütəxəssislərə və onlar mənə deyiblər ki, Laimə xanım, bu çətin bir əməliyyat deyil. Sadəcə membranı mənə göstəriblər, şiş götürülməli idi, nəzarətdə saxlanılmalı idi ananız. Ciddi nəzarətdə olmalı idi. Amma mənim anam KT və MRT görüntüsü çəkilmədən palataya qaldırılır. Palatada saatlar sonra beyninə qan sızır, həkim ortada yoxdur. Məhkəmə isə məsələ ilə bağlı qanuni prosedur başladan jurnalistin əleyhinə qərar verib. Adil qızı tibbi ekspertizanın rəyini ona görə ədalətli hesab etmir ki, ekspertiza təqsirləndirilən həkimin yaxın dostu olduğu iddia edilən Rövşən Xəlilzadə tərəfindən imzalanıb. Bu dəfə həkimin özünün başlatdığı məhkəmə prosesi hələ də davam edir. Səbəb göstərir ki, İş prokuraturadan getdi tibbi ekspertizaya. Ekspertizada məlum oldu ki, mən günahkar deyiləm və bu sübut olunmadan xanım çıxıb media orqanlarına və mətbuat bunu araşdırır. Amma heç kim burada danışmır ki, Azərbaycanda alternativ ekspertiza yoxdur. Azərbaycandakı tibbi ekspertiza birbaşa Səhiyyə Nazirliyinin ixtiyarındadır, tabeliyindədir və onlar istədiyi həkimi istədiyi formada qoruyurlar. Və indiyə qədər heç bir həkim qanuni şəkildə öz səhlənkarlığının cəzasını çəkməyib. Təbib xəstəxanalara gətirdiyi yeni avadanlıqları və tibbi yenilikləri rəsmi səhifəsində mütəmadi paylaşır. Tibbi tədris simulyasiya mərkəzi açılır, robotik cərrahi üsulla əməliyyat avadanlıqlarının gətirildiyi deyilir. Prezident bəzi tibb işçilərini ordenlərlə təltif edir. Bəs bütün bunların fonunda nə baş verir? Şəmkirdən olan 34 yaşlı qadının estetik burun əməliyyatından sonra komaya düşməsi, Bərdə Mərkəzi Xəstəxanasında cərrah çatışmazlığı ilə bağlı narazılığı, eləcə də Bakıda ölüm ayağında olan xəstəyə tibb işçilərinin kobud rəftarını əks etdirdiyi bildirilən görüntülər sosial mediada yer alır. Radioloq həkim Aydın Əliyev məsələnin köklü səbəblərinin olduğuna diqqət çəkir. Həkim deyir ki, əsas məsələlərdən biri xəstəxanaların texniki bazasının ürəkaçan olmaması ilə bağlıdır. O gün bir jurnalist xanım mənə zəng eləmişdi, dedi ki, bir ürək MRT-si tək bir yeni klinikada var imiş, o da artıq edilmir. Yəni dövlət xəstəxanalarında edilmir. Halbuki normal inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə bu dövlət xəstəxanalarında var. Gecə növbələrinə gələndə mən sizə bir şey deyim də, burada da bir neçə səbəb var. Yəni bəzən olur ki, hansısa bir həkimin bir dayı var, arxasında kimsə var, deyək ki, şöbədə deyək ki, 5 həkim var. Növbə yükü düşür 2-3 həkimin üzərinə və yaxud 4 həkimin üzərinə. Biri mi, ikisi mi, ya tapşırıqla mı, xahişlə mi və yaxud digər bir hansısa bir hala bağlı, o növbə vermir. Əgər həkimin aylarla bonusu verilmirsə, bonus əlavəsi verilmirsə aylarla, 4-5 aydan bir ayın, yarım ayın və s. bonus əlavəsi verilirsə, həkim narazıdır. Tək həkim yox, yəni bütün tibb işçilərindən söhbət gedir. Ora tibb bacısı da daxildir, felçer də daxildir və s. Yəni əksər tibb işçilərinin maddi rifah halı yaxşı olmadığına görə onlar narazıdırlar və öz narazılıqlarının onların belə deyək də dırnaq içərisində desək gücləri çatan formada belə ifadə edə bilirlər. Tibb işçilərinin özünü ifadəsinə qoyulan məhdudiyyətlərin də məsələdə pay olduğunu deyən radioloq, həkimlərin daim işini itirmə qorxusu olduğunu vurğulayır. O deyir ki, əgər bugün həkim yaxşı fəaliyyət göstərmirsə, burada yalnız həkimlər deyil, onlara diplom verən müəssisə və ya qurumlar da günahkardır.
Həkim onu da əlavə edib ki, COVID-19-da həyatını itirən, müharibədə fəaliyyət göstərən də həkimlər olub. Reportajın hazırlanması zamanı qeyd olunan məsələlərlə bağlı təbbə sorğu ünvanlansa da, material dərc olunanadək sorğuya cavab almaq mümkün olmayıb.